Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin keçmiş rəsmisi polkovnik Vaqif Əsədov idarə etdiyi yeni avtomobili ilə bağlı ciddi problemlə üzləşib. Yeni Sabahın məlumatına görə son vaxtlar ölkədə populyarlaşan Çin istehsalı olan BYD markalı avtomobil aldığını, lakin sonradan servis və ehtiyat hissəsi tapmaqda böyük çətinlik çəkdiyini etiraf edib. Sabiq polis rəsmisi qarşılaşdığı vəziyyətdən çaşqınlıq içində olduğunu gizlətməyib. Bilmədim, səhv etdim yoxsa düz, amma BYD avtomobili aldım. Lakin indi ölkədə rəsmi servis xidməti olmadığından ehtiyat hissəsi tapa bilmirəm. Özüm də çaşıb qalmışam. Qeyd edək ki, son illərdə Azərbaycana gətirilən elektromobil və hibrid Çin avtomobillərinin sayı sürətlə artsa da sürücülər tez-tez rəsmi servis şəbəkəsinin zəif olmasından və lazımi detallarının tapılmamasından şikayətlənirlər. Görünür, bu problem hətta təcrübəli yol polisi polkovnikindən də yan keçməyib.